Hər vaxtınız xeyirli olsun, dəyərli gözəl insanlar. Bugünkü qısa videomuzda Fransaya gələn tələbələr üçün tələ nitəliyi daşıyan bir məsələ haqqında danışmaq istəyirəm və eyni zamanda onlara köməyimi təklif eləmək istəyirəm. Nədir bu məsələ? Qısa izahını verim. Fransaya gələn tələbələr gələn gündən maksimum 3 ay içərisində aldıqları vizanı təsdiqləmək məcburiyyətindədirlər. Hətta bunu bir də təkrar edeyim ki, beynimizdə qalsın, çox önəmli bir şeydir. Fransaya hər hansı bir tələbə gəlirsə, viza ilə gəlirsə, qarşısında 3 ay vaxtı var ki, o 3 ay içərisində əlində olan vizanı təsdiqləsin. Əgər 3 ayı keçirsə, 3 ay içərisində təsdiqləmirsə, əlindəki viza öz dəyərini itirir və artıq Fransada qanunsuz bir şəkildə yaşamış sayılır. Eyni zamanda həmin o vizanı təsdiqləməsə, ona gələcək olan konfirmasyon sənədi vardı, bir attestasyon kimi bir şeydir, arayış kimi bir şeydir. O sənəd gəlmir. O sənəd gəlmədiyi üçün də məsələn kafa sənədlərini verəndə, ondan sonra nə bilim iş axtaranda, ondan sonra yəni çoxlu bu inzibati mərkəzlərdə, qurumlarda problemlər yaşayır. Onun üçün bunu bir də təkrar edirəm. Fransaya gələn hər hansı bir tələbə 3 ay içərisində, hətta mən məsləhət bilərdim ki, gələn kimi gedin bunu eləyin. Gəldiyiniz həftə gedin bu məsələni həll eləyin. Vizasını ANEF saytı vardı. ANEF saytından təsdiq eləməlidir. İndi burada tələ nədədir? Tələni göstərəcəm sizə. Bunu eləməyin deyə göstərirəm ki, heç bir probleminiz olmasın gələcəkdə. İndi ANEF saytına girək. Elə ANEF yazanda bu Administration étrangère en France intérieur gouvernement.fr gəlir. Üstünə vururuq. Üstünə vuranda görürsüz burada bizə 2-3 dənə deməli xana təklif eləyir. Bu xanaların içərisində ən cəlbedici olanı Se Connecter-dir. Və Fransaya gələn tələbələr də ürəkləri istəyəndə ki, bu vizanı təsdiqləsinlər. Gedirlər Se Connecter bölümünə. Orada özlərinə bir dənə hesab açırlar. Bura çünki girəndə hesab açma şeyi çıxacaqdır. Bax, burada créer un code eləyirlər, hesab açırlar. Ondan sonra təzədən vizalarını təsdiqləməyə çalışırlar və bu alınmır çox vaxt. Niyə görə alınmır? Çünki bu bir tələ kimi bir şeydir. Yaxşı izah edilmədiyi üçün başa düşmürük. İndi mən sizə bu edilməməsi olan bir şeydir. Yəni bunu eləməməlisiniz. İndi mən sizə eləməli olduğunuz şeyi deyəcəm. Bir daha təkrar edirəm. Həmin bu saytın üzərinə gəlirsiniz, amma heç bir zaman bu Se Connecter hissəsinə vurub heç bir zaman créer un compte eləmirsiniz. Heç bir zaman yeni hesab açmırsınız burada. İndi düzgün variantına keçirəm. Düzgün variantı nədir? Düzgün variantı odur ki, həmin bu sayta gələn kimi hesabınızı açmadan, bunu bir daha təkrar edirəm, hesabınızı açmadan, hesab açmadan bu Je valide mon VLS-TS xanasının üzərinə vurursunuz. Ondan sonra burada vizanın nömrəsini yazırsınız. Vizanın nömrəsini yazdıqdan sonra sizə onlar prefektur bir hesab açır. Prefektur bir hesab açır. Onu göndərir sizin e-mailinizə və e-mailə gəldikdən sonra da işinə götürürsünüz. Proseduranı davam edirsiniz. Və proseduranı davam elədikdən sonra da nəticədə sizə bir arayış gəlir. İndi bu proseduranı mən davam edə bilməyəcəm, çünki viza nömrəm yoxdur burada. Əgər bu videonun yenisinin çəkilməsini istəyən olsa, yeni bir tələbələrdən viza nömrəsini paylaşmaq istəyən olsa, birlikdə eləyərik. Və birlikdə eləyəndən sonra da bunu paylaşaram, daha ətraflı paylaşaram. Ürəyi istəyən olsa mənə yazsın. Bir daha təkrar edirəm. Həmin bu sayta gəlirsiniz, Fransaya gələn kimi, girirsiniz Je valide mon VLS-TS, hesab yaratmırsınız, girirsiniz, vizanızı yazırsınız. İndi sonra bunu yazandan sonra e-mailinizi falan istəyəcəkdir. Verirsiniz e-mailinizi. E-mailinizə bir dənə kod gəlir. Əgər bunu eləsəniz, gec-tez zaten gəlib buradan keçməli olacaqsınız. Onda da prefektur baxacaqdır ki, sizin 2 dənə hesabınız var da. O da yaxşı deyil də, sizin üçün gələcəkdə vətəndaşlıq falan istəyəcəksiniz. Tamam. Bu öz yerində. Bir də bir şeyə diqqət yetirək. Həmin bu
valide VLS TS eləyəndə sizə 50 avroluq təmbr, 50 avroluq marka istəyi gəlir. O 50 avroluq markanı da siz təmbr yazırsınız və buradan ala bilirsiniz. Gözləyin, bunu bir daha göstərim. Təmbr yazdım. Accueil achat de timbre elektronik vardı. Bu bizim saytı, rəsmi saytdır. Giririk üstünə. Ondan sonra debütə ləşanı vururuq. Burada hansını seçəcəyik, baxın. Deməli, suivante en France. Attestation accueil française, permis bateau, permis, titre de séjour étranger. Budur bizim şey. Yəni birincini seçirik. Poursuivre eləyirik. Sonra burada seçirik. Titre pour étranger. Miqdarını yazırıq. 50 avro eləməlidir. 50 avro. Ondan sonra valideni eləyirik. Valideni eləyəndən sonra ajouter au panier. Valide. Sonra da heç nə də burada e-mailinizi yazırsınız. Nömrənizi falan yazırsınız. Ödəyirsiniz. Bitir. Həmin bu saytda zaten o təmbri istəyəcəklər. Təmbr sizə bir rəqəmlə gəlir. O rəqəmi verəcəklər, istəyəcəklər, verəcəksiniz sonra. Yaxşı, bu öz yerində. Bir mötərizə içərisində demək istəyirəm. Yeni gələn tələbələr. Əgər ürəyiniz istəsə, mənə yazarsınız. Siz sentyabr nə vaxt gəlsəniz, sentyabrda bir də yanvar ayında hamımız oturarıq birlikdə bir dənə Zoom üzərindən açarıq, birlikdə hamımız kollektiv bir şəkildə bu vizalarımızı təsdiq eləyərik. Tamam, yəni bunu mən sizə pulsuz olaraq təklif edirəm. Qəti çəkinmədən mənə yaza bilərsiniz. Birlikdə eləyə bilərik. Ola bilər bəziləriniz ingilis dillisiniz, bəziləriniz ispan dillisiniz, bəziləriniz dillə gəlmirsiniz, ona görə də bacarmazsınız. Təklif edirəm ki, birlikdə eləyək. Yaxşı? Mənə yazarsınız çəkinmədən. Bu bir. İkinci məsələyə gələk. İkinci məsələ də odur ki, əvvəllər Fransaya gələn tələbələr avtomatik olaraq vizanın üzərində işləyə bilər işarəsini görürdülər. Üzərində yazılırdı ki, işləyə bilər. İndi dəyişdirilibdir. Dəyişdirildiyi üçün də, yəni Fransaya gəldikdən sonra bu valide VLS TS birinci eləyəcəksiniz. Ondan sonra da əgər işləmək istəyirsinizsə, ilk öncə iş tapmalısınız. İş tapdıqdan sonra yenə bura gələcəksiniz. Bu dəfə sizin VLS TS-nizi eləyəndən sonra hesabınızın açıldığı üçün se-connecte eləyəcəksiniz, girəcəksiniz. Girdikdən sonra demander une autorisation de travail hissəsi vardı. Bunun üzərinə vuracaqsınız. Və burada je sollicite və je suis étudiant vuracaqsınız. Ondan sonra davam eləyəcəksiniz. Burada 6 dənə xana vardı. Bu 6 xananın 6-sını da doldurmaq lazım olacaqdı. Birinci, sizin özünüzün haqqında olan məlumatlar, adlı, soyadlı, doğum tarixi, e-mail falan. İkinci, sizin patronunuz haqqında olan məlumatlardır. Və üçüncü də ki, sizə verilən kontrakt haqqında məlumatlardır. Sonra da bu sənəd hissəsində də sənəd sünətləri istəyir. Kontraktdır, nə bilim. Buraya heç vaxt girməmişəm mən, yəni bunların hamısını istəyir. Ondan sonra da konfirmə edirsiniz, sizə bir iş icazəsi gəlir. Tamam. Qoy görün burada nələr, hansı sənədlər istəyir. Bunları açaq baxaq da, başlamışkən, düzdür. Toute personne utilisant cet appareil peut voir. Oui, c'est ça ce que je veux. Yaxşı. Demək, burada titre de séjour deyəndə sizin vizanızın o təsdiqidir. Çünki vizanı təsdiq eləyəndə sizə avtomatik bir sənəd gəlir. Bu öz yerində. Ondan sonra, bura bax, burada sizin pardon. Sizin bu işverəninizin vergi bəyannaməsini falan istəyir. Bunlar çətinləşdiriblər. Mən bunu bilmirdim. Sonra preuve de respect de conditions réglementaires d'exercice. Qanuni olaraq işlədiyini ifadə edən sənədlər lazımdır. Kontraktınızı istəyir.
Bir də sizin tələbə sertifikat de scolarité dediyi sənəd bu universitet qeydiyyat sənədi, bu bunu istəyir. Bunlar əməlli başlı çətinləşdiriblər. Çünki və bu sizi işə götürən şəxs bu vergi bəyannaməsini sizə verər, verməz bilmirəm. O qədər güvənməlidir. Bir də kontraktı əvvəlcədən imzalamalısınız deyəsən. Bu belə bir şey deyir. Vəsə da rezümə eləyim. Rezümə eləmək gərəkirsə dostlar, aldanmayın. Fransaya gələn kimi dediyim kimi hesab açmadan ANEF saytına girəcəksiniz. Bunu zaten paylaşacağam mən bu saytı videonun altında. ANEF saytına girəcəksiniz, VLC təsdiq eləyəcəksiniz, 50 avronuzu ödəyəcəksiniz. Əgər iş tapdınızsa da, iş tapan kimi siz girəcəksiniz. Yenə həmin bu ANEF saytına, orada autorizasyon de travail eləyəcəksiniz. Buradakı bütün məlumatları dolduracaqsınız. Sizə ikinci bir arayış verəcəkdir ki, olacaqdır autorizasyon de travail. Bir daha təkrar edeyim. Mən sizə təklif eləyirəm ki, hər il sentyabr ayında, hər il yanvar ayında 2 dəfə tələbə axını olur. O tələbələr gələndə mən hazıram ki, vaxtımı sərf eləyim, tam olaraq halal edirəm o vaxtı da sizə. Oturaq birlikdə sizin vizanızı təsdiq eləyək. Həm sizin üçün asan olsun, sürətli olsun və həm də ki, yaxşı olsun da, yaddan çıxmasın, qanunsuz olmayasınız Fransada. Oldu bir daha özünüzə yaxşı baxın. Nə sualınız olsa çəkinmədən verə bilərsiniz. Hələlik, sağ olun, gecəniz xeyrə qalsın.